Herkese salam dostlar, kanalıma ve videoma xoş gəlmisiniz. Mən Aydan. Bugün çox gözəl bir video ilə qarşınızdayım. Bu video 3 günlük vlogdur. Mən əslində gündəlik nələr edirəm, onları paylaşacağam. Və bu vlogun içində qardaşımın yarışı da olacaq. Qardaşımın bu paylaşdığım yarışdan sonra bir dənə də yarışı oldu. Onda da yəni ikinciyə tutdu. Hətta medalını göstərim. Baxın belə. Çox qəşəng medaldır, ağırdır. Və bu yarışı da sizinlə çəkəcəm, amma qısa olaraq çəkəcəm. Bu uzun video ola bilər, 10 dəqiqə, 15 dəqiqə, bəlkə də çox çıxacaq. Və bu arada mən diyeta saxlayıram. Kökəlmişdim, amma arıqlamışam, hələ də davam edirəm. Mən İspaniyaya uçacağam. O İspaniya yarışına qədər arıqlamalıyam. Bunu əslində heç kim mənə deməyib, öz qərarımda özüm istəmişdim. Və mən artıq 3-cü həftəyə keçmişəm, ortasındayım və artıq 2 kilo 500 itirmişəm. Məncə bu çox yaxşı bir şeydir. Mən onsuz da arıq idim, hamı bunu mənə deyirdi, amma mən biraz daha arıqlamaq istirdim. Çünki öz gözümdə biraz kök görünürdüm. Və bəli, təbii ki də İspaniya vlogu da gələcək. Mən belə bir qərar aldım ki, yarış günləri ilə vloglara ayrı edim. Gəzinti falan normal günləri də ayrı vlog edim. Yəni İspaniya yarış vlog, İspaniya vlog, İspaniya gəzinti, normal gün vlog. Belə bir şeylər çıxardacağam. Bugün biraz dolu gün olacaq. Çünki qardaşım indi Çəkiyə gedib yarış üçün. Ondan sonra qardaşım evə gələcək. Saat bu dəqiqə 8:45-dir. Onlar evə gələcək, anamla qardaşım evə gələcək və məktəbə hazırlaşıb məktəbə gedəcəklər. Mən də anamla bir yerdə marketə gedəcəm. Bacımla belə bir qərar aldıq ki, günorta burrito eləyək. Ondan sonra mən məşqə gedəcəm. Ona görə axşam yemək yeyə bilmirəm. Axşam ancaq çox belə ürəyim yemək istəsə falan yaşıl çay içirəm. Ürəyim şirniyyat istəyəndə isə yeyirəm. Yeyirəm, amma az yeyirəm. Yəni deyək ki, bu boyda keksdir, mən onun yarısını yeyirəm, daha da az yeyirəm. Bəli, bu ailədə mən bir dənə diyeta saxlayıram. Bu da çox çətin bir şeydir, amma olsun, arıqlamalıyam. Bugün mənim axşam saat 5-dən 7-yə kimi də məşqim var. Məşqə də gedəcəm. Və yəqin ki, İspaniyaya hazırlıq videosu da gələcək. Mən elə bir video da çəkmək istəyirəm və diyetadan çıxacağım o gün. Diyetaya 1-2 gün qalmış. İspaniyaya 1-2 gün, İspaniyaya uçmağıma, İspaniyaya uçmağıma 1-2 gün qalmış. Diyetanı pozacağam və rahat istədiyim kimi yemək yeyəcəm. Amma əlbəttə ki, basmayacağım hər şeyi. Və İspaniyaya son 2 həftə qalıb. Mən son 2 həftədə 2 kilo ata bilərəm. Hədəfim budur. Mənim hədəfim 42 kilodur. 41-ə də düşə bilsəm düşərəm. İndi mən yarım saat olar ki durmuşam. Biraz telefona falan baxdım. Videoya fikirləşdim, nələr çəkim falan. Bu ağlıma gəldi. İndi isə gedək yemək yeyək. Mən indi omlet etmək istəyirəm və yanına yaşıl çay falan əlavə edəcəyik. Və mənim səhər yeməyim belədir. Bir dənə xiyar, bir dənə yumurta, biraz şor, üstünə susamlar əlavə elədim və yaşıl çay. Bu arada mən həftədə 1-2 dəfə omlet edirəm. Belə 2 dənə soyutma yumurta yeyirəm səhərləri. Və bu səfər daha belə dadlı olur. Dostlar, artıq mən mağazinə gəldim. Arxamda məktəbə qoydum. Lavaş aldım. İndi baxacağım nə aldım. Dostlar, mənim çəkmək yadımdan çıxdı. Sadəcə lavaşla limon aldım. Aytən gəlsin məktəbdən, dənə eləyəcəyik. Və bu dəqiqə evdə heç kim yoxdur və anam kartof pişirib. Və bu arada mən sizə səhər dedim ki 44-500 olmuşam, amma 44-300-ə düşdüm. Mən əslində qreçka pişirmək istirdim, amma dedim ki çox şişirdəcəm ona görə salat edib yeyəcəm. Sonra məşqə gedəcəm. Məşqə hələ yola çıxmağıma 2 saat var. Məşqə gedəndə, məşq 2 saat olacaq, onsuz da yorulacağıma inanmıram. 2 saat. İndi mən salat düzəldəcəm və yeyəcəm. Kinoya baxa-baxa yeyəcəm. Birinci bunları yuyaq. Bunları yudum, balqar da əlavə elədim. İstəyirəm ki, soyutma yumurta da əlavə edeyim. Onu indi qoyum, pişsin. Mən indi bunları doğrayım.
İndi isə balverə keçdik. Uy. Mən yumurtanı belə sındırıram. Bəli, belə sındırıram. Olmadı ki. Ben şimdi zaten. Belə oldu. Piş. Yerə daxdım. İndi isə limon qatacağıq. Suyunu elə qatacağıq. Mən indi kimə baxa-baxa bunu yiyəcəm. Birazdan açam. Məşqə gedəcəm. Diyet elə biraz pozuldu. Biz dürmə etməyə başladıq. Və hazırladıq. Məncə normal boydu. Bu mini burrito oldu. Amma biz dönər elədik əslində. Denediğim videomu çekim, sakit ol. Dostlar, mən saçımı yığdım, məşqə gedəcəm indi. Yemək yiyəcəm, sonra məşqə gedəcəm. Belə bir qab hazırladım özümə. İndi yemək yiyib mən çıxacağım. Məşqdə falan çəkərəm. Prosto şey tabak hemen. Aydan fazla ver. Görsene. Bacım da birbirimin kızıyla mola geleceğim. Saat bir dakika 9'a işleyip ben bu hafta gideceğim. Herkese yeniden salam dostlar. Bugün vlogun 3. günüdür ve artık Ayxanın yarışıdır bugün. Biz indi durmuşuq. Saat bir dakika 7'ye qalıb. Biz 8'in yarısı evden çıxacağıq. 9'un yarısı ise orada olmalıyıq. Ayxanın yarışı isə Əhmədlidə olacaq. Mən də səslərimi düzləşdirəcəm. Başka nerede oldu? Ha. Nasıl ben görmeyeyim. Ya.
Ayxan, neçənci? Təbrik edeyim. Ya, ay balayım. Ayxan. Birinci yerə çıxanda təbrik edeyim. Ayxan. Aynı dünya. Ayxan neçənciyə çıxdın? Birinci. Uşaqlar, müəllim orada mənə dedi bir dənə uşaqlara abuzitini oxumuşdum. Özləri dedi oxu, əvvəl oxumamışdım. Müəllim gəldi sonra cəzalandırdı. Ondan sonra müəllim də deyir, bir dənə də oxu. Özləri şey çəkdi, video çəkdi oynayaraq mən. Onda oxumurdum. Yer tutanda jet. Oynadın çəkdi. Ona görə elə gec gəldi. Biz də bir yerdadır. Ay bala. Biz indi yarışdan çıxdıq. Təbrik edim seni. Ona birinci yerə alın. Meydan var. Birinci. Biz Ayxan dediyim kimi birinciyə çıxdıq. İndi biz gözləyəcək medalları versinlər. Hələ ki yarış davam edir. Ayxan həm finala çıxdı. Finalda da birinciyə çıxdı. Ay say bakın. Ay baba. Hələ də yarışdır. 3 saatdır boş-boşuna tutmuşuq, medalı gözləyir. Dostlar, biz indi yemək yeməyə gedirik. Fasilədir 1 saatdır. Hələ açılış falan da olacaq. Ona görə biraz geç qutaracaq. İndi yemək yeməyə gedirik. Sonra qayıdacaq. Canlı yürü düşünüyor. Ayxan birinciyə çıxdı. Hanımlar hay. Diploma bax. Çok bir tane ters koydular. Ay, diploma yenə eynidir. Ters koydular, böyle olmuyor. Dostlar, Ayxanın medalını da verdilər. Artıq evə gedirik. Videomu izlədiyiniz üçün sizə təşəkkür edirəm. Kanalıma abunə olmağı və like atmağı unutmayın. Sizləri çox sevirəm. Bye bye.